Salam, axşamınız xeyir olsun, hörmətli izləyicilərimiz. Bu günləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günüdür. Bu silahlı qüvvələrin yaranması Azərbaycan xalqının şərəf və ləyaqətinin simvoludur. Onun tarixi çox qədimlərə gedib çıxır. Hələ 1918-ci ildə Cümhuriyyət dövründə Milli Ordu yaranmışdır. Və Milli Ordunun yaranmasına bir çox tarixi şəxsiyyətlərin çox böyük önəmli rolu olmuşdur. Və illər ötdükcə tarix davam etdikcə bizim ulu öndərimiz Heydər Əliyevin deməli ölkənin silahlı qüvvələrinin yaranmasında, onun deməli eyni zamanda ordumuzun yaranmasında, yəni onun taktiki, fiziki, psixoloji, maddi, texniki bazanın yaranmasında müstəsna xidmətlər olub. Hələ o ulu öndərimiz Azərbaycan SSR-in tərkibində olduğu dönəmlərdə də Azərbaycanda yaratdığı hərbi liseyin o nəticələr uzun illərdən sonra özünü göstərmişdi və çox uzaqgörən siyasətçi olan, dünya siyasətçi ulu öndərimiz hələ o vaxtı bilirdi ki, biz nə vaxtsa biz müstəqil olacağıq. Bəli, Naxçıvanda yaranan həmin hərbi liseyin deməli yetirmələri, məzunları, müdavimləri illər keçdikdən sonra artıq püxtələşmiş zabitlər və ordusu yaranmışdı və o dövrlərdə SSR-nin müxtəlif görüşələrində onların fəaliyyət göstərməsinə baxmayaraq ulu öndərimiz ikinci dəfə hakimə gələndən sonra onun bir deməli çıxışından sonra deməli həmin zabitlər ölkəmizə qayıtdı və bizim həmin o ordumuzun o zabitlərinin deməli artımında, ondan sonra onların fəaliyyət göstərilməsində və ordumuzun tərkibinin müasirləşməsində həmin zabitlərin böyük xidmətləri olmuşdu. Və biz bilirik ki, 2-ci Qarabağ vuruşunda 44 günlük müharibədə ordumuz qələbə çalmışdır və cənab prezidentimiz İlham Əliyevin dəmir yumruğu ətrafına sıx birləşmişdir. Ona görə bütün həmin hərbiçiləri təbrik edirik. Eləcə də 1-ci və 2-ci Qarabağ savaşında şəhid olanları məkanları cənnət məqamları uca olsun deyirik. Biz heç vaxt onları unutmayacağıq. Bayramınız bir daha mübarək olsun.